Hoş geldiniz. Dostlar bugün sizlerle maraklı bir oyun oynuyoruz. Ama oyunumuza geçmeden evvel abone olmayanlar olsun. Ve like atın oyunumuza geçək. Dostlar oyunun adını 5 like edeceğim. Çok maraklı oyundu. İndi özünüz göreceksiniz. Burada bakın belə bir yerimiz var. Kompüterdir. Kompüter içindən dostlar əşyalar seçib koyursunuz. Bunlar da açacağım inşallah. Səviyyə açsın. İndi oyunu yükləmişəm. Bakın dostlar burada indi qapını bağlayıp gedirəm hələ ki maşınım olmadığı üçün. Bura maşın koyuruq dostlar. Alırıq satırıq da bildiniz necə. Həm alırıq gedib, həm də satırıq. Və gördüyünüz kimi belə bir yerdir. Buradan komşu var. Bakın komşu var. Araba pazarı bir de markalar araba. Bunlar ne deməkdir? Komşu pazarı yəni ki dostlar komşu ucuz satırağı indirir falan yerdə çox. Amma dostlar araba pazarı bu normal araba pazarıdır. Markalı araba pazarı bahalı araba pazarlarıdır. Yani gedib bahalı maşınlar olur. Biz amma 8236 manatımız olduğu için az olduğu için yani. Gedirik komşuya dostlar. Gedək. Bakalım komşumuz neler satır. Çok maraqlı oyundu yani. İndi görəcəksiniz. Bakın geldik komşuya dostlar. Bakın burada bakın ne satır komşumuzun biri. O BMW. Konuşaq bundan. Deyir ki merhaba, aramızda olan ilgini fark etmeden elde değildi. Ben deyirəm ki araba fiyatını soruşuram. Dikkatimi çəkdi. Deyir ki bu arabanın fiyatı 90.635 manatdır. Bizdə ne kadar pulumuz var? 8.000. Gör aradaki fərqə baxın dostlar. Bunda indi bu deyir ki sual işarəsi vardı. Yəni bilmirəm hasarlıdır, kirlidir nədir. İnciləyə basıram dostlar. YouTube-dan basıb açıram, baxa bilirəm də. Amma biz baxmırıq, neyinirik. Neysə. Pulumuz satmaq üçün pazarlığa basıb fiyatını yendirə bilik, amma yendirmirəm də. Çox bahalıdır. Az yendirəcək. Ona görə gedirik başqa maşınlara baxmağa. O belə bir 011 var. Fiyatı ne kadardı bunun? Bu arabanın maliyeti 3000. Oo, 3000. Ne yaxşı. Dostlar 3000'e sizcə necədir bu? Baxın. 3000'e yaxşıdır sizcə. Burası baxın kirdir biraz. Heç nə olmaz. Neyse. Gəlin biz belə eləyək. Biraz gedib o birilərinə də baxaq. Birinə baxmayalım. Baxın belə bir maşınımız da var. Neçədir bu? 5300. Alsam 011 xoşuma gəldi. 011 alaram maksimum. Burada. Bu nə də? Yəni də qiyməti öyrənək bəlkə üzrdə. 4500. Yaxşıdır. Görürsünüz də dostlar, qonşular belə batıq maşın falan satırdı. Ucuz. Bir dənə BMW satan varlıydı. Bir də o GTC. Ya bu 16 səviyyədə sadəcə başımı bırakın. Gördüğünüz gibi amma premium araba pazarına geçiyor. Orada çok bahalı maşın var. Araba pazarında da normal qiymətlər. Amma burada çok ucuz da. Komşuda 14.000. Yox abi, çok sağ. Bayaq da gördüm dostlar bu maşını. Neyse gedək elə 011'imizi alaq. Bizə qalan 011 olacaq. Gedək indi 011'imizi alıb dostlar baxın nə edirəm. Satın alak. Razılaştık, aldık. İndi bir tane. Hadi bunu tamirhaneye de. Tamirhaneye neyine yaparım? Başım bırak. Süre gidey. Gidey indi öz yerinde. Oy. Böyle gördüm ya, hasar alıyor dostlar maşın. Haydi dostlar. Maşını alsalar ucuza alacakları. Maşın qabağı çox hasar gördü. Allah bilə heç bilmirəm o biz. Bunun kiri var, hasarı çox da oydu. Onu ucuz alarlar, çətin alarlar. Gətirək salam görüm bura. Qoydan bu fiyatını satışa çıxaraq. Deyir ki arabanız hasarlı, arabanızı onarın. Aksi takdirinde premium müşterileri gelmeyecektir. Neyse satacağız.
Deyir ki dostlar, maşınım çox şeydi, həm kirlidir, həm də təmir olmalıdır çox. O mən dedim başım bırax nə edirəm. Deyir ki müştərinin çoxu alan deyildi, yəni bunu 50-50-yə qoyaq dostlar. 411 manat qabağa düşürük. Qoyaq getsin. Baxın burası kir falan. Dəqiqə. Neyse все. Qapıları açaq, insanlar gəlsin, görevlərimizdən nəyi tamamlamışıq bunu все. Gəl ay müştəri, 011'miz var, rasxodlu, yəni çox pis maşın. Oy kızlar vallahi perfect. Üstümde beyaz gömlek. Neyse. Kızlar oğlandı. O varla da oxşuyursan da oy belə qan içində dəli. Oy böyle. Varla da oxşuyursan sən canım bu aldana məndən. Konuşar görüm. İndi bu məndən qiymətini soruşacaq. Mən dedim 3400 manat. 3300'e deyir razılaşsan. Oy böyle hasarına bakın dostlar maşının. Oy böyle. 60% hasar var ya. Vaz 2000. Oy böyle. Yox brat mən sat geçsin. Yox brat nədir? Sen zaten götür get maşını. Neyse. Bunu satdıq. Xeyirlisi olsun əsas olaraq. 9000. Biz qapını bağlayaq. Gedirik indi. Bağlandı. Gedirik başqa yerdən alaq. Orada çox. Komşuda brat. Elə bilin ki dostlar. Biraz çox kirli maşınlar falan. O dağılıb tökülmüşlər. Komşu da olmalı. O dostlar premiumu getsə görən olur. Çox pulumuz olanda orada gedərik inşallah. Part 2'də dostlar. Bu videoya 5 like gəlsə həm oyunun adını deyəcəm, həm də premiumu gedib baxacaq dostlar. Baxacaq görüm nələr var. Harda görürümsən qabağıma çıxsan. Yox başım bırak 14'ün lazım deyil. Kız o qəşəng maşındır. Ver də ver mənə bunu. Salaram bunun qiymətini bəlkə gəlib gözlə görüm. Bu neçədir? Baxım görüm. Bu yaxşıdır. Bunun qiyməti salacağım. Bu nə də? Qiymətini denən tez. 5200. Fisiyo sana alacağım gözlem. Alt seviyede aslında. Oy bu da zordu. Bu da 100%. Heh. Oy bu 27 min nerede? Ne taşır bu? Smoya. Neyse. Sizce bunu ala bunu ala. Yok ya başım bırak hele bu gel Allah pulunu satan kıymet falan yendirmiyor. Gel. Satlı aramda bırak. Hayırlısı olsun gedək. Getdik. Ehtiyat olsun. Ya buraya saçıp servis alırdı. Все. Bunu bir daha satışa çıxaraq. Çıxar eləyim. Bunu da hasar çox deyir dostlar. Babat poğa düşmüş. 760 manat qabağa düşürük. Sat sen zanı gəl basında. Topaz diye burada dostlar. Topazı qoyuruq. Gəlin alın, gəlin alın. Gəlin alın, xeyirlisi olsun qardaş. Gəl aldana. Gəl. O yaxşı oğlansa buradan çıxdın. Necə çıxdın? Şort giyinsən sən. Oy bulla. Almaya da qayıt da ala. Qayıt. Qayıt gəlib almaya bu maşın sənə yaraşmır. Güzellikdir. 26% hasarı var. 8% kirli. Mən də elə bildim çox deyə hasarı. 5900 bax aşağı salma. Allah verim getsin. Vermeyeyim dostlar. Vermeyeyim. Dəqiqə versin 500. Yox brat, mən rədd edirəm, vermirəm, qayıt da ala. 500 manat xeyri düşürük. 500 manatı nə inirəm mən? Hələ 5700 edir. Hoppan buradan. 200 manat yanı girək. Yuxuda. Təzə adam gözləyək, qoy gəlsinlər. Baxın belə kresolar falan, oy gül falan.
Stolda qəşəng oturub baxırlar bura. Kompüterimiz buradan qəşəng istidir. Uf. Oycan. Bax belə adam gəlsin deyim həm də. Bax belə adam gəlsin də. Oy. Harada kasıb yetim var gəl bizə yanımıza satır. Mən ölüm sağ azdıma bax. Al qiymətinə get. Bu heç olmasa 5800 edir. Verin buna. Verim. Siz de düz oldu dostlar. Verməyim yaxşı oldu siz deyin də. Qəşəng pulumuz var. Gedək görüm nə eləyə bilirik. İndi ya da dostlar markalı yox markalı 2-dən deyil. Araba pazarına gideyim be. Komşuya gideyim. Araba pazarına gideyim yenə də. Üçüncü maşınımızı da sataq dostlar. Videonu bağlayacağım. Mənim əziyyətimə videonu bəyənməyi unutmayın ha. Bəyənməyənlər bəyənsin tez. Qəşəng maşındır bu. Qiymətində bunun 5400 fikirləşərəm. BMW əvvəlki BMW-lərə oxşayır bu. 4500 fikirləşmərəm. Çünki istəmirəm. Yaxşı maşın oxşayır. Tez qiymətində nə? Bəxtimizə bax dostlar. Oy Mercedes. Mercedes xoşlanmır. Yəni də qiymətini öyrənək də. 8000. Bu 8000. Bundan ucuz qoyanmadın qiymətini xiyar. Neyse Mercedes Allah gedək. Oy çox ucuz qoyub bax dostlar qiymətin. Çox az çox. Özümün babat soxdu ha bunu. Oy bu sürətə bax. Sən belə qəşəng maşının necə ucuz. Oy sürətə baxın dostlar. Qoyun deyə Quranın dost cəmaət. Oy çox süperdi yala. 1200 manat qabağa çürüyək. Vur getsin qoğuş. Mercedes Benz. Oy bulu. Nömrəsi 42. Gəlin alın bunu. Yəni ki gedin kef eləyin də. Bayaqki cındır deyib bu pasyak. 4 səviyyədə açılacaq. Bu maşını satıb 100% bax indi 4 olar. Oğla zorda içinə baxın salon deyə salon. Ucuz istəməməndən vuraram başıma nə gəldi. Hasarı 32% az. Normal da hasarı. 9300'e götür. Ay 8900 nədir qaqa? Bundan aşağı salanmadın. Yox dostlar verəmərəm. Siz yorumlara yazın. Sizcə buna verə bilərdim maşını qaqa? 8000 nədir? Qoy yeni müştərimiz gəlsin. Hasar niyə fırlanır mən fırlananda? Gəlin tez saat 400'e sıftamıza baxı bizim boyumuz yeri soxsun. Maşını alıb satmaq yəni oy içinə bax. Allah hamd olsun bu maşını mənə satan var. Çox qaz idi da, çox malın biri idi də yəni. Çox ucuza satır ala. Mercedes Benz satılıq. Gəl sən canı nağdı qiymətini ver götür. Mənlə o yan bu yan danışma. Sən canın. O birisi oğlan kimi olma. Tam bu qiyməti verir ya. Yox qardaş vermirəm mən. Get sən can işfitancı. Allah'ın olsun amma ucuz istəyir. Müftədir bala nə olur? Yakında gələcək. Ne deyir? İthal arabalar. Tez gəlin alın. Kızlar vallahi üstümde beyaz Mercedes logosuna bakın. Çekin. Sizce en yaxşı maşın hansı dostlar? Yorumlara yazmayı unutmayın. Oy bulu. Sırğa oy bulu. Allah sen varla kakaşa oxşuyursan. Götür get bunu. Allah bunu satıram getsin üçüncü adam bize.
Ay belə paltarla sən necə bunu düzaldın? Boynunu yerə soxdun səni. 3 səviyyə olduq. Всё. Neyse dostlar, gördüğünüz gibi bazarımızı bağladık. Всё. Bitirdik oyunumuzu. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.